Salam, MİQA sertifikasiya hazırlaşan müəllimlər, hamınız üçün xeyirli uğurlu olsun. Mən bugün sizə tam 2026 test bankından olan səriştə əsaslı tapşırıqların hazırlanması, Norman Web dərin bilik səviyyələri nəzəriyyəsi üzrə testi izah edəcəm. Zəhmət olmasa kanalımıza abunə olmağı, videoları bəyənib şərh yazmağı unutmayasınız. Əvvəlcədən təşəkkürlər və onlayn kurumun dəstəmizə qoşulmaq istəyənlər 055 468 89 24 nömrəli WhatsApp nömrəmlə əlaqə saxlaya bilərlər. Keçək suallara. Cədvələ əsasən uyğunluğu müəyyən edin deyir. Dərin bilik səviyyələri çərçivəsi müəllimlərə tapşırıqları mövzu uyğunluğuna görə deyil, tələb etdiyi düşünmə dərinliyinə görə qiymətləndirməyə imkan verir. Bəli, doğrudur. Çünki dərin bilik səviyyəsi tapşırığın yalnız mövzuya aid olduğunu yox, şagirddən hansı səviyyədə düşünmə fəaliyyəti tələb etdiyini müəyyən edir. Yəni, eyni mövzu üzrə iki fərqli sual ola bilər. Biri sadəcə faktı xatırlamağı tələb edə bilər, digəri isə müqayisəni, əsaslandırmanı, nəticə çıxartmanı və ya problem həllini tələb edə bilər. Yəni, dərin bilik səviyyəsinin əsas məntiqi budur ki, müəllim tapşırığın çətinliyini yalnız mövzuya uyğundurmu sualından yox, həm də necə düşünmə tələb edir, sualı ilə qiymətləndirsin. Özüm belə ətraflı deyirəm ki, daha yaxşı qavrayasınız. Deməli, bir doğrudur. 2-yə baxıram. Dərin bilik səviyyəsi modelinə görə şagirdlərin tənqidi düşünmə və problem həll etmə bacarıqları yalnız 4-cü səviyyə tapşırıqları vasitəsilə inkişaf edir. Yanlışdır. Çünki burada əsas problem yalnız sözüdür. Çünki dərin bilik səviyyəsində düşünmə bacarıqları təkcə 4-cü səviyyədə inkişaf eləmir. Əlbəttə 4-cü səviyyə daha mürəkkəbdir, uzun müddətlidir. Araşdırma, strateji düşünmə tələb edən tapşırıqlardır. Aması var. 2-ci səviyyə tapşırıqlar izah etmə, qruplaşdırma, əlaqə qurma kimi bacarığı inkişaf elətdirir. 3-cü səviyyə əsaslandırma, sonra nə deyə bilərik? Sübut göstərmə, problem həlli, plan seçmə kimi yüksək idraki fəaliyyət formalaşdırır. 4-cü səviyyə isə bunların daha geniş, layihə və araşdırma səviyyəsində olan tətbiqidir. Deməli, tənqidi düşünmə və problem həll etmə bacarıqları mərhələli şəkildə müxtəlif səviyyələrdə inkişaf edir. Təkcə 4-cü səviyyədə yox. Yəni, bu variant yanlışdır, doğrunun altındadır, bunu seçə bilmərik. Keçək 3-cü versiya, yanlışın altında olana baxaq. Üzr istəyirəm. Dərin bilik səviyyəsi çərçivəsi müəllimlər üçün idrak mürəkkəbliyini müzakirə etmək və planlaşdırmaq məqsədi ilə ortaq peşəkar dil formalaşdırır. Bəli, doğrudur. Çünki dərin bilik səviyyəsinin mühüm funksiyalarından biri müəllimlər arasında ortaq anlayış sistemi yaratmaqdır. Yəni, müəllimlər tapşırıqları müzakirə edərkən belə suallar verə bilərlər. Bu tapşırıq hansı dərin bilik səviyyəsinə aiddir? Bu sual sadəcə yaddaş tələb edir, yoxsa əsaslandırma? Şagirddən yalnız cavab vermək, yoxsa analiz etmək gözlənilir. Yəni, bu baxımdan dərin bilik səviyyəsi müəllimlər üçün peşəkar dil rolunu oynayır və tədris planlaşdırmasını daha məqsədli etmiş olur. Doğrudur, amma yanlışın altdadır, bunu seçə bilmərik. Keçək 4-cüyə. Dərin bilik səviyyəsinin əsas məqsədi bütün şagirdlər üçün eyni səviyyə tapşırıqlar hazırlamaq və tədrisi standartlaşdırmaqdır. Yanlışdır. Dərin bilik səviyyəsinin məqsədi hamıya eyni tip tapşırıq vermək deyil, əksinə onun məqsədli şəkildə istifadəsidir. Yəni, əsasən tapşırıqlar, düşünmə dərinliyini müəyyənləşdirməlidir, müxtəlif idrak səviyyələrini aid eləməlidir, təlimi daha məqsədli qurmalıdır. Yəni, dərin bilik səviyyəsi standartlaşdırma aləti kimi deyil, idrak tələbinin səviyyəsini müəyyən edən çərçivə kimi istifadə olunur. Müəllimlər şagirdlərin ehtiyacına və məqsədə uyğun müxtəlif səviyyəli tapşırıqlar qura bilərlər. Yəni ki, burada cavabım olur 1 və 4. Cavabım A-bəndidir. Keçək 2-ci sualımıza. Tapşırığın dərin bilik səviyyəsi hansı meyara əsasən müəyyən edilir? Baxaq görək, burada hansıdır variant? Ümumiyyətlə, dərin bilik səviyyəsinin əsas prinsipi nədir? Tapşırığın çətinliyi, onun uzunluğu, mövzusu və ya vaxtı ilə kifayətlənmir. Yəni, ona baxmır. Şagirdin hansı düşünmə əməliyyatlarını yerinə yetirməsinə müəyyən olunur. Yəni, şagird nə qədər düşünür və necə düşünür? Gəlin, variantları analiz edək. Adı deyir, tapşırığın məzmununun həcminə və mövzunun çətinlik dərəcəsinə görə. Yanlışdır, çünki böyük həcm yüksək səviyyə demək deyil. Çətin mövzu da avtomatik yüksək dərin bilik səviyyəsi demək deyil. Ona görə bu doğru deyil. Məsələn, uzun tez, amma sadəcə yaddaş aşağı səviyyə. Bu nə dərəcədə düzgün olur? Ona görə A getdi. B-də deyir, tapşırığın yerinə yetirilməsi üçün tələb olunan vaxtın uzunluğuna görə. Bu da yanlışdır. Çünki uzun vaxt yüksək düşünmə demək deyil. Şagird sadəcə uzun müddət mexaniki iş görə bilər.
Yəni dərin bilik səviyyəsi vaxtı yox, idraki ölçür. Yaddan çıxartmayın. Vaxt yox, idraki ölçür. C-də deyir, tapşırığı yerinə yetirərkən şagirdin icra etdiyi idrak əməliyyatlarının xarakteri və dərinliyinə görə, bəli, dərin bilik səviyyəsinin elə əsas xarakteristikası elə budur. Xatırlama, izah etmə, tətbiq etmə, analiz etmə, qiymətləndirmə, yaratma, yəni düşünmə növü və dərinliyi önəmlidir. Cavab C bəndidir. D-də tapşırıqda istifadə olunan fənlərarası əlaqələrin sayına görə yanlışdır. Çünki fənlərarası olması yüksək dərin bilik səviyyəsi demək deyil ki. Sadi inteqrasiyada aşağı səviyyə ola bilər. Ona görə bu doğru yanaşma deyil. Tapşırığın şagird üçün nə dərəcədə maraqlı olmasına görə. Bu da yanlışdır. Çünki maraqlı tapşırıq yüksək səviyyə olmaya bilər. Dərin bilik səviyyəsi obyektiv ölçüdür. Maraq subyektidir. Yəni, dərin bilik səviyyəsi yalnız və yalnız şagirdin həyata keçirdiyi düşünmə prosesinə görə müəyyən olunur. Ona görə burada cavabımız C bəndi oldu. Keçək 3-cü suala. Dərin bilik səviyyəsinə əsasən uzun müddətli tapşırıqların avtomatik olaraq genişləndirilmiş düşünmə hesab edilməməsinin əsas səbəbi hansıdır? Ümumiyyətlə, ən vacib prinsip odur ki, vaxt və dərinliyin uzlaşması. Yəni, uzun müddətli tapşırıq sadəcə məlumat toplamaq ola bilər burada. Yəni, aşağı səviyyə əldə eləmiş oluram. Və ya da kompleks tədqiqat apara bilərəm. Yüksək səviyyədə. Yəni, uzun olması, avtomatik 4-cü səviyyə olması demək deyil, onu demək istəyirəm. Yəni, məsələn, burada A-da deyir ki, uzun müddətli tapşırıqların əsasən summativ qiymətləndirmə məqsədilə istifadə olunması. Bu yanlışdır. Çünki dərin bilik səviyyəsi qiymətləndirmə növü ilə yox, düşünmə ilə bağlıdır. Ona görə bu getdi. B-də deyir, tapşırığın icrasına sərf olunan zamanın idrak mürəkkəbliyini etibarlı şəkildə əks etdirməməsi. Doğrudur. Əsas fikir nədir burada? Şagird, məsələn, 2 saat sadəcə köçürə bilər. Bu aşağı səviyyədə. Amma digər şagird 20 dəqiqədə analiz edə bilər. Bu yuxarı səviyyədə. Deməli, vaxt etibarlı meyar deyil. Cavabım elə B bəndidir. C-də deyir, 4-cü səviyyə tapşırıqlarının yalnız layihə əsaslı öyrənmə modellərində tətbiq olunması. Burada nə istəyir bizdən? Bu yanlışdır. Çünki 4-cü səviyyə layihələrdə tez-tez olur. Amma yalnız orada deyil axı. Digərlərində də ola bilər. Bizdən deyir ki, genişləndirilmiş düşünmə hesab edilməməsinin əsas səbəbi nədir? Cavabım B bəndidir burada. Amma C bəndini götürə bilmərik. D-də deyir ki, dərin bilik səviyyəsi çərçivəsində tapşırıqların səviyyəsinin müəllimin əvvəlcədən müəyyən etdiyi məqsədlərlə əlaqələndirməsi yanlışdır. Çünki dərin bilik səviyyəsi tapşırığın real idraki tələbinə əsaslanır, müəllimin niyyətinə əsaslanmır. Y-də deyir, uzun müddətli tapşırıqların şagirdin motivasiyasına mənfi təsir göstərməsi yanlışdır. Motivasiya dərin bilik səviyyəsi kriteriyası deyil axı. Ümumiyyətlə, yadda saxlayın ki, uzun tapşırıq yüksək səviyyə deyil. Çünki vaxt düşünmə dərinliyini ölçmür. Yadda saxlayın ki, dərin bilik səviyyəsi bu suala cavab verir. Şagird necə düşünür? Dərin bilik səviyyəsi mövzu, vaxt, həcm, maraq bunlarla uzlaşmır. Ona görə cavabım burada B bəndi olmuş olur. Keçək 4-cü sualımıza. Verilmiş tapşırıqlarla dərin bilik səviyyəsinə müvafiq səviyyələrlə uyğunlaşdırın. Xatırlama, bacarıqlar və anlayışlar, strateji düşünmə, genişləndirilmiş düşünmə. Görək variantlardan nə istəyir? Şagirdlərdən verilmiş mətndən iqlim dəyişikliyinə səbəb olan amilləri tapmaq və qruplaşdırmaq tələb olunur. Baxaq görək bu hansına uyğun gəlir. Burada analiz var. Şagirdlərdən Deməli, burada şagirdlərdən verilmiş mətndən iqlim dəyişikliyinə səbəb olan amilləri tapmaq və qruplaşdırmaq tələb olunur. B-də deyir, seçilmiş regionda iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirini müəyyən etmək üçün plan hazırlayın, nəticələri dəyərləndirib, uyğun davamlı inkişaf modeli təklif edin. Yer kürəsinin əsas iqlim qurşaqlarının adlarını yazın, verilmiş qrafika əsaslanaraq su ehtiyatlarında baş verən dəyişikliklərin səbəblərini və mümkün nəticələrini əsaslandırın. Baxaq görək hansına uyğun gəlir. Deməli, birinci xatırlama. Xatırlamada ümumiyyətlə bu səviyyədə şagird faktı yada salır, termini deyir, adları sadalır, birbaşa məlumatı təkrarlayır, yəni taksonomiyadakı kimi. Bacarıqlar və anlayışlarda isə şagird məlumatı seçir, qruplaşdırır, müqayisə edir, sadə şəkildə işləyir, anladığını tətbiq eləyir. Strateji düşünmədə əsaslandırır, səbəb-nəticə əlaqəsi qurur, sonra dəlil gətirir, nəticə çıxarır, daha dərindən analiz eləyir. Genişləndirilmiş düşünmədə isə artıq plan qurur, araşdırır, qiymətləndirir, model təklif eləyir, bir neçə mərhələli və uzun müddətli düşünmə apara bilir.
Deməli, buradan hansılar uyğun gələ bilər? Ümumiyyətlə, A-da mətndən iqlim dəyişikliyinə səbəb olan amilləri tapmaq və qruplaşdırmaq tələb olunur. Deməli, burada şagird mətndə məlumatı tapır, sonra onları qruplaşdırır. Yəni, burada sadəcə əzbərdən demək yoxdur. Şagird həm məlumat seçməlidir, həm də onu müəyyən kateqoriyalara ayırmalıdır. Bu artıq sadə yaddaşdan bir pillə yuxarıdır. Deməli, bacarıqlar və anlayışlara aiddir. 2. A-dır. Seçilmiş regionda iqlim dəyişikliyinin kənd təsərrüfatına təsirini müəyyən etmək üçün plan hazırlayın. Nəticələri dəyərləndirib uyğun davamlı inkişaf modeli təklif edin. Ümumiyyətlə, bu tapşırıq çox, belə deyək də, adi şəkildə görünür ki, bu yüksək səviyyədir. Çünki burada şagirddən plan hazırlamaq, nəticələri dəyərləndirmək, uyğun model təklif etmək tələb olunur. Yəni, bu artıq təkcə analiz deyil, həm də yaradıcı yanaşma var, çox mərhələli düşünmə var, tətbiq var, plus qiymətləndirmə var, plus təklif vermək var. Bunların hamısı genişləndirilmiş düşünməyə aiddir. 4 oldu B bəndi. C-də deyir, yer kürəsinin əsas iqlim qurşaqlarının adlarını yazın. Ümumiyyətlə, bu tapşırıq ən sadə tipli tapşırıqdır. Çünki şagirddən yalnız faktı xatırlamaq, adları yazmaq istənilir. Burada analiz yoxdur, əsaslandırma yoxdur, plan qurmaq yoxdur. Deməli, tapşırıq xatırlamadır. 1C-dir. Verilmiş qrafik əsaslanaraq su ehtiyatlarında baş verən dəyişikliklərin səbəblərini və mümkün nəticələrini əsaslandırın. Burada da şagird qrafik oxumalıdır, məlumatı təhlil eləməlidir, səbəb tapmalıdır, nəticələri proqnozlaşdırmalıdır, bunları əsaslandırmalıdır. Yəni, bu artıq sadə qruplaşdırma və xatırlama deyil. Burada analitik və strateji düşünmə var. Amma bu hələ layihə, model qurma, uzun müddətli tədqiqat aparmaq demək deyil. Ona görə də 4 yox, 3-cü səviyyə uyğundur. 1C, 2A, 3D, 4də B olmuş olur. Cavabım ona görə oldu. A bəndi. Keçək 5-ci sualımıza. Verilmiş tapşırıqlarla dərin bilik səviyyəsini müvafiq səviyyələrlə uyğunlaşdırın. Xatırlama, bacarıqlar, anlayışlar, strateji düşünmə, genişləndirilmiş düşünmə. Deməli, şagirdlər müxtəlif elmi mənbələrdən istifadə edərək iqlim dəyişikliyinin kənd təsərrüfatının sağlamlıq və miqrasiya sahələrinə təsirini layihə çərçivəsində araşdırır və sintez olunmuş nəticə təqdim edirlər. Deməli, burada müxtəlif mənbələrdən istifadə var, araşdırma var, layihə nəticə təqdim etmə var. Bu artıq uzun müddətli, kompleks, tədqiqat yönümlü fəaliyyətdir. Yəni, genişləndirilmiş düşünmədir. Ona görə 4 oldu A bəndi. B-də deyir, şagirdlər verilmiş qaydanı yeni, əvvəlcədən təqdim olunmayan situasiyada tətbiq edir və seçdikləri üsulu əsaslandırırlar. Bu da artıq qaydanı tətbiq edir uşaq, əsaslandırır. Sadə tətbiqdən yüksəkdir, çünki əsaslandırma var. Analitik düşünmə olmuş olur. 3. Demək, analitik düşünmə olur. Burada 2. Bir dəqiqə, mən çaşdım. Yəni, strateji, analitik düşünməkdə strateji götürə bilərəm onu. Ona görə bir dəqiqə A, 4A olmuş oldu, 3B olmuş oldu. Düz gedirəm, özümü çaşdırdım. Sonra şagirdlərdən istixana qazlarından ikisinin adını sadalamaq tələb olunur. Sadəcə adlarını demək, yəni heç bir analiz yoxdur. Ona görə bu xatırlamadır. Taksonomi mərhələləri kimi yadda saxlayın bunu. Ona görə 1 oldu xatırlama, 1C-dir. C oldu xatırlama, daha doğrusu. Şagirdlər verilmiş qrafik əsasında temperaturun artımının əsas tendensiyasını izah edirlər. Deməli, qrafik oxuyurlar, izah edirlər, sadə yaddaş deyil. Amma hələ də dərin əsaslandırma və strateji plan yoxdur. İzah plus anlama var. Ona görə bacarıq və anlayışlardır. 1C, 2D, 3B, 4də A olmuş oldu. Keçək 6-cı sualımıza. Dərin bilik səviyyələri çərçivəsinin əsas məqsədi aşağıdakılardan hansında daha dəqiq ifadə edilir? Baxaq. Arada deyir ki, tədris tapşırıqlarını məzmunun həcminə və terminoloji mürəkkəbliyinə görə səviyyələndirmək. Bu, belə deyək, bu doğru cavab hesab olunmur. Çünki dərin bilik səviyyəsinin əsas prinsipi tapşırıqda nə qədər çətindir yox, şagird nə qədər dərin düşünür sual olmalıdır. Ona görə burada A olmaz. Bizə idraki düşünmə, dərinlik, sistemli təsnifat lazımdır. A-da çünki burada çox termin olması yüksək dərin bilik səviyyəsi demək deyil ki, uzun mətn yüksək səviyyə demək deyil ki. Yəni, dərin bilik səviyyəsi mövzuya yox, düşünməyə baxır. Ona görə A getdi. B-də deyir, tapşırıqları yerinə yetirmək üçün tələb olunan vaxt və fəaliyyət addımlarının sayına əsasən təsnif etmək. Bu da yanlışdır. Çünki uzun var, yüksək səviyyə deyil, çox addımda dərin düşünmək deyil. Ona görə
Dərin bilik səviyyəsi vaxtı yox, idraki ölçür. C dediyi tapşırıqların şagirdlər üçün nə dərəcədə çətin göründüyünü müəyyən edərək qiymətləndirməni standartlaşdırmaq. Bu subyektivdir. Çünki şagird üçün çətin olan digəri üçün asandır. Məsələn, mənim üçün çətindir, sənin üçün asandır. Bu dərin bilik səviyyəsi obyektivdir. Tapşırığın tələb etdiyi düşünmə səviyyəsini tələb edir burada. Ona görə D-də deyir ki, cavabım C də doğru deyil. D-də deyir, tapşırıqları şagirdlərin yerinə yetirə biləcəkləri idraki düşünmə dərinliyinə görə sistemli şəkildə təsnif etmək. Bəli, bu doğrudur. Çünki idraki düşünmə var, dərinlik var, sistemli təsnifat var. Bu da dərin bilik səviyyəsinin tam tərifidir. Cavabım D bəndidir. Y-də isə deyir ki, təlim fəaliyyətlərini yalnız nəticəyə əsaslanan summativ qiymətləndirmə məqsədlərinə uyğunlaşdırmaq. Yanlışdır. Dərin bilik səviyyəsi yalnız summativ üçün deyil, həm formativ, həm tədris planlaşdırılması üçün istifadə oluna bilər. Yəni, yadda saxlayın ki, dərin bilik səviyyəsi mövzuya görə deyil, vaxta görə deyil, çətin görünməyə görə deyil, şagirdin etdiyi düşünmənin dərinliyinə görə müəyyən olunur. Yaddan çıxartmayın bunları. Cavabımız oldu 6-da D bəndi. 7-ci sualımıza baxırıq. Aşağıdakı tapşırıqlardan hansı dərin bilik səviyyəsinə görə şagirddən strateji düşünmə tələb edir? Deməli, A bəndində deyir ki, verilmiş anlayış oxu və onun əsas xüsusiyyətlərini sadala. Ümumiyyətlə, belə deyək də, şagird hansı tapşırıqda nəyə əsaslandırır? Yəni, şagirddən strateji düşünmə tələb edir. Çünki deyək ki, aşağıdakı tapşırıqların hansı dərin bilik səviyyəsinə görə şagirddən strateji düşünmə tələb edir? Yəni, şagird hansı tapşırıqda əsaslandırır, seçim edir, analiz edir, qərar verir? Yəni, strateji düşünmə nədir? Yəni, burada bu səviyyədə ümumiyyətlə şagird səbəb-nəticə əlaqəsi qurur, əsaslandırır, müxtəlif variantları müqayisə edir, qərar verir, dəlil gətirir. Amma A-da nə deyir? Verilmiş anlayışı oxu və onun əsas xüsusiyyətlərini sadala. Bu, belə deyək də, sadəcə oxuyur, xüsusiyyətləri sadalayır. Yaddaş və sadə anlama var burada. Strateji deyil. B deyir, verilmiş iki anlayışı müqayisə et və oxşar və fərqli cəhətlərini cədvəl şəklində göstər. Burada müqayisə var, strukturlaşdırma var. Bu artıq analizdir, amma əsaslandırma və qərar yoxdur. Ona görə bu uyğun gəlmir. İkinci səviyyəyə uyğun gəlir bu, bacarıqlar və anlayışlara. C-də deyir, verilmiş problem üzrə fərqli yanaşmaları qiymətləndir, məqsədə uyğun variantı seçib seçiminin səbəblərini əsaslandır. Burada şagird alternativləri analiz edir, qiymətləndirir, seçim edir, əsaslandırır, yəni strateji düşünmə var. Üçüncü səviyyədir. Bəli, doğrudur. Ona görə cavabım elə C bəndidir. D-də deyir ki, müxtəlif mənbələrdən əldə edilən məlumatları birləşdirərək problemin həlli modelini hazırla və nəticələrin mümkün təsirlərini təqdim et. Yəni, araşdırma, sintez, model qurma olmalıdır burada. Uzun müddətli plus kompleks fəaliyyət olmalıdır. Bu artıq 4-cü səviyyə, genişləndirilmiş düşünməlidir. D-də getdi. Y-də deyir, verilmiş məlumatları qruplaşdır, hər qrup üçün uyğun başlıq seç və bu qruplaşdırmanı hansı meyarə əsasən etdiyini qısa şəkildə izah elə. Yəni, məlumat qruplaşdır, hər qrupa uyğun başlıq ver. Bu, ümumiyyətlə, qruplaşdırma, sadə strukturlaşdırma, anlama və tətbiq səviyyəsindədir. Yəni, ikinci səviyyədədir. Ona görə bu da doğru deyil. Bizə üçüncü səviyyə lazım idi. O da C bəndində yer almış olur. Keçirik 8-ci sualımıza. Dərin bilik səviyyəsi modelində tapşırığın çətinliyi ilə idrak mürəkkəbliyi anlayışlarının eyniləşdirilməməsinin əsas nəzəri səbəbi hansıdır? Baxaq. Ümumiyyətlə, sualın mahiyyətində nə deyir bizdə? Niyə dərin bilik səviyyəsi modelində çətinlik ilə idrak mürəkkəbliyi eyni sayılmır? Yəni ki, burada ümumiyyətlə, bir variantları oxuyaq, sonra fikrimi izah edərəm. A-da deyir, çətin tapşırıqlar adətən daha çox vaxt tələb edir və bu səbəbdən idrak yükünü avtomatik şəkildə artırmış olur. Burada ümumiyyətlə, dərin bilik səviyyəsində iki anlayış var. Çətinlik, bir də idrak mürəkkəbliyi. Yəni, çətinlikdə daha çox şagirdin bacarığı, təcrübəsi, texniki səviyyəsi ön planda olur. Məsələn, uzun hesablama çətin görünə bilər, amma düşünmə dərinliyi aşağı ola bilər. İdraki mürəkkəbliyində isə şagirdin necə düşündüyü, hansı idrak əməliyyatlarını yerinə yetirdiyi ön planda olur. Yəni, səbəb-nəticə analizi, əsaslandırma, model qurma, yəni çətinlikdə bacarıram ya yox sualına cavab axtarır. İdrak mürəkkəbliyində necə düşünürəm sualına cavab axtarır.
Ona görə baxaq görək A olar mı? A-da deyir, çətin tapşırıqlar daha çox vaxt tələb edir və bu idraki artırır. Yanlışdır, çünki çox vaxt dərin düşünmə demək deyil. Dərin bilik səviyyəsi vaxtı meyar götürmür. A getdi. B dedi, tapşırığın çətinliyi əsasən texniki bacarıqların səviyyəsi ilə, idrak mürəkkəbliyi ilə, düşünmə əməliyyatlarının dərinliyi ilə müəyyən edilir. Bəli, doğrudur. Çünki burada bizdən nə istəyir? Dərin biliyi, mürəkkəbliyini və çətinliyini istəyir. İncə dediyim çətinlik prinsipi və mürəkkəblik, idrak mürəkkəbliyi prinsipi məhz burada yer alır. Ona görə B bəndini götürürük. İncə dediyim kimi çətinlik səviyyəsi və mürəkkəblik düşünməni ön planda tutur. Cavabım B bəndidir. C-də deyir, idrak mürəkkəbliyi yalnız yüksək akademik səviyyəli şagirdlər üçün nəzərdə tutulur. Yanlışdır. Çünki dərin bilik səviyyəsi bütün şagirdlərə aiddir. Bu isə şagird səviyyəsi yox, tapşırıq səviyyəsi ön planda tutmalıdır. Ona görə bu da getdi. D-də deyir ki, tapşırıqların çətinlik səviyyəsi kurikulumda əvvəlcədən aydın şəkildə müəyyən edilir. Yanlışdır. Yəni, dərin bilik səviyyəsinin mahiyyəti tam izah eləmir burada. Çünki çətinlik əvvəlcədən kurikulumda müəyyən edilir. Yanlışdır. Sadəcə idarə etmə aspekti ola bilər burada. Bu, yəni doğru yanaşma deyil. Y-də deyir, çətin tapşırıqlar əsasən summativ qiymətləndirmə məqsədindən hazırlanır. Yanlışdır. Dərin bilik səviyyəsi yalnız summativ üçün deyil. Həm tədris, həm formativ, həm də planlaşdırma üçün mövcuddur. Yəni, əgər ümumiyyətlə sualda çətinlik və idrak, vaxt, mürəkkəblik kimi sözlər varsa, yadda saxlayın ki, dərin bilik səviyyəsi bərabərdir, düşünmə dərinliyi və ya çətinlik. Yaddan çıxmasın bu. Ona görə cavabımız oldu B bəndi. Tapşırığın çətinliyi əsasən texniki bacarıqların səviyyəsi ilə, idrak mürəkkəbliyi isə düşünmə əməliyyatlarının dərinliyi ilə müəyyən edilir. Cavabımız oldu A bəndi. Keçək 9-cu sualımıza. Dərin bilik səviyyəsi modelinin strateji düşünmə səviyyəsində şagirddə əsasən hansı bacarıqlar inkişaf edir? Ümumiyyətlə, bu sual dərin bilik səviyyəsinin 3-cü səviyyəsini, yəni strateji düşünməni yoxlayır. Yəni, strateji düşünmə səviyyəsində şagirddə hansı bacarıq inkişaf edir? Strateji düşünmə nədir? Burada şagird müqayisə edir, analiz edir, səbəb-nəticə qurur, qərar verir, əsaslandırır, strategiya seçir. Yəni, artıq sadəcə tətbiq eləmir, düşünərək seçim edir. A-ya baxaq. Şagird faktları xatırlayır, anlayışları tərif edir və öyrəndiyi məlumatları dəyişmədən təkrar edir. Burada faktları xatırlayır, anlayışları tərif edirsə, yaddaş və təkrarçılıq var. Bu birinci səviyyədir, xatırlamadır. B-də deyir, şagird verilmiş qaydanı birbaşa tətbiq edir. Nümunəyə baxaraq oxşar tapşırıqları eyni üsulla həll edir. Burada tətbiq edir, eyni üsulla işləyir. Bu bacarıqlar və anlayışlara aid ikinci səviyyə. C-də deyir ki, şagird müəllimin göstərdiyi ardıcıllığı izləyərək çox mərhələli tapşırıqları mexaniki şəkildə yerinə yetirir. Mexaniki icra var, düşünmə yoxdur. Bu birinci və ikinci səviyyə, aşağı səviyyə aiddir. Çünki müəllimin göstərdiyi ardıcıllıqla mexaniki yerinə yetirir. D-də deyir, şagird müxtəlif mənbələrdən əldə etdiyi məlumatları müqayisə edir, əsaslandırılmış nəticə çıxarır, strategiya seçir və seçimini izah edir. Deməli, məlumatları müqayisə edir, nəticə çıxardır, strategiya seçir, əsaslandırırsa, burada analiz var, müqayisə var, nəticə çıxartma var, strategiya seçmə var, əsaslandırma var. Yəni, tam olaraq strateji düşünməyə aiddir. Cavabım D bəndidir. Y-də deyir, şagird əsas anlayışları sadalayır, terminləri uyğunlaşdırır və doğru səhv tipli suallara cavab verir. Burada sadə anlama var, uyğunlaşdırma var. Bu da ikinci səviyyə aid olmuş olur. Ona görə burada cavabım D bəndi 3-cü səviyyə olur. Keçək 10-cu sualımıza. Bizdən uyğunluğu istəyir. Uyğunluq isə doğruya doğru, yanlışa yanlış axtarmalıyıq. Dərin bilik səviyyəsi şagirdin bilikləri yalnız xatırlaması, dərin bilik səviyyəsi şagirdin bilikləri yalnız xatırlamasını deyil, onları təhlil etməsini, əlaqələndirməsini, əsaslandırılmış qərarlar verməsini və mürəkkəb problemlərə strateji yanaşmasını tələb edir. Ümumiyyətlə, yəni dərin bilik səviyyəsi yalnız xatırlamanı deyil, təhlili, əlaqələndirmə, əsaslandırma, strateji yanaşma tələb edir. Yəni, dərin bilik səviyyəsinin əsas fəlsəfəsi nədir? Analiz, əsaslandırma, strategiya. Doğrudur, doğruya doğru, doğru verir. Bir doğrudur. 2-də deyil. Dərin bilik səviyyəsi şagirdin biliyi mərhələli şəkildə mənimsəməsini nəzərdə tutur və bu səviyyədə əsas məqsəd öyrənilmiş qaydaların ardıcıl tətbiqi ilə düzgün nəticə çıxartmaqdır. Ümumiyyətlə, bu fikir dərin bilik səviyyəsinə uyğun deyil. Çünki dərin bilik səviyyəsində əsas məqsəd düzgün cavab yox, düşünmə prosesidir. Qaydaların ardıcıl tətbiqi daha çox aşağı səviyyədə olur. Yəni, bu fikir yanlışdır.
Doğrunun hatta yanlış verib götürənməliyik. 3 dedi, dərin bilik səviyyəsi şagirdin təqdim olunan tapşırıqları mövcud qayda və nümunələrə uyğun şəkildə yerinə yetirməsinə əsas götürür. Bu yanaşmada düzgün cavabın əldə olunması düşünmə prosesindən daha üstündür. Ümumiyyətlə, dərin bilik səviyyəsində bunun əksidir. Dərin bilik səviyyəsi düşünmə prosesini üstün tutur. Mexaniki icranı yox. Bu fikir yanlışdır ona görə. Yanlışa yanlış dediyinə görə doğru götürün. Cavabın 1-3 A bəndi. 4 dediyi dərin bilik səviyyəsi təlimdə şagirdin fərqli məlumat mənbələrini inteqrasiya etməsini, alternativ həll yollarını qiymətləndirməsini və seçdiyi yanaşmanı məntiqi arqumentlərlə əsaslandırmasını ön planda tutur. Doğrudur. Çünki dərin bilik səviyyəsinin əsas xüsusiyyəti nədir? İnteqrasiya, alternativlərə əsaslandırmalar doğru fikirdir. Yanlışın altındadır, bunu götürə bilmərəm. Ona görə cavabım olur A bəndi. Bu qədər, uğurlar.